bugün də bir neçə nəticə alacaq. Allah bu ayədə deyir ki, liyuzhib ənkumur rits. Yaxşı, liyuzhib ənkumur rits. Bu ayədə maraqlı məqam var. O da nədir? Deyir ki, biz sizdən günahı uzaqlaşdırdıq. Ayə belə deyil, liyuzhibəkum ənir rits. Belə deyil ki, sizi ritsdən ayırdıq. Sizi günahdan, çirkinlikdən ayırdıq. Belə deyil, günahı sizdən ayırdıq. Günahı sizdən uzaqlaşdırdıq. Daha günah sizin həndəvərinizə gələ bilmir. Bunu izah vermək üçün mən iki dənə söz deyirəm sizə. Bir var, insan günahdan çəkinir, pislikdən çəkinir, pis əməllərdən çəkinir təqva ilə. Bir də var, çəkinir ismətlə. Təqva ilə ismətin fərqi var. Yaxşı. Günahdan iki cür qaçmaq olar. Bir təqva ilə, bir ismətlə. Təqva nədir? Təqva insanın bir ruhiyyəsidir. Günahla mübarizə aparır. Özünə yox deyir. Çətin də olsa yox deyir. Vuruşur özü ilə. Bəzi insanlar deyir, hərdən, inan ki, özümdən vuruşdum, o günah eləmədim. Çox çətin gəldi mənə. Təqvalı insan özü ilə mübarizə aparır. Öz ürəyinin əksinə gedir. Bəli, zehnindən keçir, ürəyindən keçir, amma təqvası imkan vermir. Təqvalı insanlar bunlardır. Amma ismət bundan fərqlidir. İsmətli insandan günah qaçır. Nəinki günah zehnindən keçir, gözü günahda qalıb, ürəyi günah istəyir, eləmir. Yox, heç ürəyi də istəmir. Heç zehnindən də keçmir. Heç etmək haqqında fikirləşmir. Ay, fikirləşsin, çətin olsun, mübah. Yox, elə deyil. Günah ondan uzaqlaşıb. Bunun haqqında bir dənə ayə deyirəm sizə. Yusuf Peyğəmbər haqqındadır. Yusuf Peyğəmbəri bilirsiniz ki, o sarayda bağışlayınız məni, bunu da qoy izah edeyim ki, o Züleyxa ki, onu günaha dəvət edirdi. Allah Teala Quranda buyurur, وَلَقَدْ هَمَّتْ بِهِ وَهَمَّا بِهَا لَوْلَا أَنْ رَاءَ بُرْهَانَ رَبِّهِ Züleyxa ona tərəf gəldi, onu günaha çəkmək istədi. Yusuf neynədi? Günahdan uzaq gezdi, belə deyək, yoxsa başqa cür deyək. Ayə bunu deyir. Çünki Yusuf ra'ə burhanə rəbbihi, yəni o ismət məqamında idi. Kəzzaliklə nusrif ənhu əs-su vəl-fəhşə. Ona görə günahı ondan uzaqlaşdırdıq biz. Nəinki o günahdan uzaqlaşdı? Günahı ondan çəkdi, yapardıq və ismət məqamında günah insandan uzaqlaşır. Belə bir misal çəkək. Baxın, bir nəzər alın ki, bir quş uçur, səmada tutaq ki, yaxın bir yerdədir. Daş atıb vura bilərsən onu. Yəni, daş atırsan, o tərəfə uçur, bu tərəfə uçur, ya deyir, ya deyir. Bir də var, nəzərən, bir qartaldır. O qədər zirvədə uçur ki, buradan daş atsan, daşın gəlib çatmır ona. Bir var, daş çatır, ona qaçır. Bir də var, heç daşın çatmırdı ona. Bəzi vaxt insan elə bir zirvələrdir ki, ismət bir zirvədir. Daha şeytanın oxu heç ona yetişmir də, çatmır da. Bu mənada günah ondan uzaqlaşıb. Günah ondan kənarda qalıb. Hətta belə insanlar bir yerə gələndə də orada ab-bavanı dəyişmək qüdrətinə malikdirlər. Belə insanlar gələndə onların yanında insanlar günah eləyə bilmir. Günah fikirləşə bilmir. Hətta bir də Peyğəmbərə dedilər, ya Rasulallah, bəlkə münafiq olmuşuq. Dedi, niyə? Dedi, sənin yanında olanı günah fikirləşmirik. Səndən ayrılıq günah düşünürük. Dedi, yox, münafiq olmamışsın, mənim ab-havam üstü tutub. Mənlə oturanda da məndən ki, günah qaçır, sizdən də nə olur? Siz elə bilirsiniz ki, necə münafiq olmuşsunuz, münafiq olmuşsunuz, halım ab-havam tutub. Bəli, insan bəzi vaxtlar belə yeri məqama çatır, axırda Allah Teala bir dənə işarə verir ki, ismət məqamının yolu nədir? Buyurur, İnnəhu min ibadinəl muxləsin. Çünki o Yusuf bizim ixlaslı bəndələrimizdən biriydi. İsmətə gedən yol ixlasdan keçir. Nə qədər əməlimiz xalis olsa, nə qədər işlərimiz xalis olsa, xalis yəni sırf Allah üçün. Özdə muxləsdir, muxlis yox. Muxləs ona deyirlər ki, vücudu Allahla dolub. Bir dənə boş yer yoxdur ki, oradan hücum eləsin şeytan. Hücum eləmək üçün bir dənə şeytanın şansı da yoxdur, əlindən bir şey də gəlmir. Xülasə, ismət məqamında günah insandan qaçır,
Bunun bir ayəsi və bu ayə də eynilə də Əhzab surəsində də keçir. Liyuzhib ənkumur rits. Ritsi sizdən uzaq eləmişik. Sizi ritsdən yox, ritsi sizdən uzaq eləmişik. Bu ismət məqamıdır. Davam edək. Davam bundan ibarətdir ki, bu ayədə əhləl-beyt keçib. Əhləl-beyt. O nə deməkdir bəs? Yaxşı. İnnəmā yuridullah liyushib ənkumur rits əhləl-beyt və yutahhirakum təthira. Ayənin əzbərləsiniz nə yaxşı? Əsbərləyin. Yaxşı. Əhləl-beyt nədir? Əhləl-beyt, yəni ev əhli. Beyt, ev. Beyt. Ərəb dilində ev. Əhləl-beyt, yəni evin əhli. Mənasını izah eləyək. Əhləl-beyt əslində ixtisarlaşıb. Əsli belə idi. Əhlu beytin nübüvvə. Nübüvvət evinin əhli. Sadəcə ixtisarlaşıb. Necə məsələn Peyğəmbər Məkkədən Mədinəyə hicrət edəndə Mədinə sözü ərəblə şəhərə deyirlər. Peyğəmbər gələndə ora nə dedilər? Mədinətur Rəsul, Peyğəmbərin şəhəri. O qədər Mədinətur Rəsul axırda oldu Mədinə. Rəsul ixtisarlaşdı. Əhl-i beytin də əsli budur. Əhl-i beytin nübüvvə. Nübüvvət evinin əhli. Necə ki, cami-i, ziyarət-i cami-i kəbirdə bu dua keçib. Əssəlamu aleykə, ya əhlə beytin nübüvvə. Ey, nübüvvət evinin əhli, salam olsun sizə. Deməli, əhl-i beyt nə oldu? Ev əhli yox. Nübüvvət evinin əhli. Bu bir məsələ. Yaxşı, sonra. Yaxşı, bu evdən məqsəd nədir? Hansı evdir? Nübüvvət evi deyəndə, burada söhbət daşdan, kərpicdən tikilən evdən söhbət getmir. Bu daşdan, kərpicdən tikilən, taxtadan tikilən ev deyil. Burada söhbət fiziki şəxsdən getmir. Hüquqi ünvandan gedir. Nübüvvətin əhlidir. Nübüvvət evinin əhli. Burada ad çəkilmir. Nübüvvət məqamından söhbət açılır. Risalət, nübüvvət, vilayət məqamından söhbət açılır. Bir dənə ali bir məqamdan söhbət açılır. Gör, maraqlı tərəfidir bu ayənin. Yəni, hüquqi ünvandan söhbət gedir, fiziki şəxsdən söhbət getmir. Bu ev risalət, vilayət və nübüvvət evidir. Bu əhl-i beyt deyəndə. Yəni, fəzilətləri, mənəvi gözəllikləri, ali uca dəyərləri simvolizə edən bir evdir. Fəzilətləri, gözəllikləri, ali dəyərləri simvolizə edən ev. Yaxşı. Elə bir ev ki, yerlə mənəvi səma arasında rabitə yaradır o ev. Yerlə mənəvi səma arasında rabitəni yaradır. Yerlə göyün rabitəsini qurur bu ev. Elə belə ev deyil bu ev. Yaxşı. O evin də əhli məhz o kəslərdir ki, gözəlliklərə, fəzilətlərə sahibdirlər. O belə ev deyil. Bu bir məsələ. Sonra izah verəcəm sizə bu evin əhli o 5 kimsədir. İnşallah sabah yəni çatacağım ora. İnşallah. Bu anlamda ki, izah verdik, düzdür, ayə o 5 kimsədən söhbət gedir. Amma hansı evdir? Nübüvvət, risalət və vilayət evidir. Nübüvvət, risalət və vilayət evi olduğuna görə, o evin əhli, fəzilətlərin sahibi olduğuna görə, o evin əhli hesab olunduğuna görə imamlar da, o birisi imamlar da bu mənada o evin əhlidirlər. Düzdür, o ayə 5 nəfər üçün gəlib. Amma o biri imamlar da o dönəmdə yaşasaydı, onlar da o əbanın altına girəcəkdilər. Sadəcə olaraq zaman fasiləsi var. Deməli, nəticələr alırıq. Nəticə nədir? 2 cür ev var. Bir adi evdir, daşdan, kərpicdən tikilən ev. Bir də mənəvi evdir ki, o vilayət evidir. Yaxşı. Necə adi evin bir həddi var, hüdudu var, oranın öz əhli var, qonşu gəlsə də gedir, evin əhli var. Mənəvi evində bir əhli var. Hamı ora daxil ola bilməz. Orada məhdud insanlardır. İndi o məhdud insanlar kimdir öz yerində? Bu evin də əhli məxsus insanlardır. Yaxşı. Və ona görə də bu mənada Allah Taala burada söhbət eləyəndə
Əhl-əl-beyt deyəndə, əhl-əl-beyt, yəni nübüvvət evinin əhli deyəndə mənəvi evi deyir. O, Peyğəmbərin Mədinədəki tikilən, daşla tikilən evindən söhbət açmır. Peyğəmbərin o evindən Allah Taala söhbət açanda, Peyğəmbərimizin o evindən söhbət açanda, Allah beyt deməyib, buyut deyib, evlər deyib, ayələr deyəcəm sizə. Bu ayədə amma beyt deyib. Harada ki Allah Peyğəmbərin o evlərindən söhbət açıb, evindən söhbət açıb, orada buyut deyib, evlər, otaqlar, daşla tikilən evdən söhbət. Baxın o ayələrə. Ya eyyuhəl-ləzina amanu la tədxulu buyutən nəbi illə ən yu'zənə ləkum. Ey möminlər, Peyğəmbərin evlərinə gedəndə, otaqlara gedəndə icazə alın. Hansı otaqdan sevdi? Bu tikilən evdən söhbət gedir. Burada nə dedi Allah Taala? Buyutən nəbi dedi. Buyut, buyut beytin cəmidir. Beyt bir ev, otaq, buyut otaqlar məsələn, evlər. Fikir ver, başqa ayə. Qarnə fi buyutikunna. Peyğəmbərin xanımları, oturun evlərinizdə, otaqlarda. Bəli. Əllamə bu ayəyə çatanda deyir ki, bəzi mövzular var idi deyiləndə, cəmaat o dönəm anlaya bilmirdi ki, bu nə qədər mühüm sözdür ki, Allah Peyğəmbərin deyir, xanımlarını oturun evinizdə. Zaman keçəndən sonra anladılar ki, bu ayənin mənası nədir? Çünki Cəməl müharibəsində Peyğəmbərin xanımın da rolu oldu, evdən çıxdı. Hətta bir başqa xanım yazdı ki, çıxma. Çıxmamalısa Ümmü Sələməcidir. Ayə var biz üçün. Qarnə fi buyutikunna. Qalın evlərinizdə. Xulası fikir verin. Burada da nədir? Buyutdur, evlərdir, beyt deyil. Başqa ayə. وَاسْكُرْنَ مَا يُتْلَ فِي بُيُوتِكُنَّ. Xatırlayın o evlərdə olan mövzuları. Allah Taala iki cür ev var. Mənəvi, bu daşla tikilən ev. Allah Taala bizim Peyğəmbərdən söhbət gedir. Evindən söhbət açanda, mənəvi evindən söhbət açanda beyt deyib. Amma o daşla, kərpicdən tikiləndən söhbət açanda buyut deyib. 3 dənə ayə dedim sizə. Bu bir məsələ. Yaxşı, nəticələr alırıq da, şükür olsun Allaha. Sonra nə alırıq? Buradan bir dənə çıxarış eləyək. Deməli, belə bəlli oldu ki, bu evin əhli sıradan adamlar deyil. O ev nübüvvət, risalət və vilayət evidir. Yəni, o ev mənəvi dəyərləri, gözəllikləri, fəzilətləri simvoliz edir. Yəni, orada olanlar da o gözəlliklərə, ali dəyərlərə sahib və malik olan insanlardır. Bu nəticə. Onlar da xüsusi insanlardır. O evin əhli olardı. O mənada onlara aiddir bu ayə. İndi o deyəcəm kimlərdir? Öz söhbətimizi. Biz necə ümumi anlamda götürsək, nübüvvət evinin əhli ola bilərikmi? Ümumi anlamda ya, o 5 nəfədən söhbət getmir. Bizə də deyiblər, siz də neyiniyin? Özünüzü vəssilin o evə. Yəni, özünüzü bağlayın o nübüvvətə, o vilayətə, o imamətə. Bəli, ayən bəllidir məxsusda o insanlara. Ümumi anlamda biz üçün də qapı açıqdır. Öz tutumumuz qədəri biz də nə olaq? Sanki özümüzü yaxınlaşdıraq o əhlə, o evə, o ocağa. Necə ki, hədisdə var, Ənə və Əliyyun əbəvə hazihil ümmə. Mən və Əli bu ümmətin atasıyıq. Həzrəti Zəhra anasıdır. Yaxşı. Mümkündür, mümkündür. Əhl kəlməsini bir dənə araşdıraq qısa. Neçə dəqiqə danışıram. Bir-iki dənə kəlmə deyim inşallah. Buyurun, buyurun. Qoy, cəmaat qulaq assın bu mövzuları mən çatdırmalıyam, yoxsa ürəyimdə qalacaq. Baxın, əhl kəlməsi nədir? Əhlül beyt. Deyirik, məsələn, filan kəs Quran əhlidir, zikr əhlidir, kitab əhli. Filan kəs filan yerdən, filan yerin əhlindəndir. Əhl kəlməsi özü nə deməkdir? Əhl Quran-ı Kərimin işlətdiyi kəlmələrdən biridir. Gördünüz də əhləl beyt. Əhl sözü tərcüməsi sıx bağlılıqla yanaşı olan ünsiyyət. Ünsiyyət də var orada. Yaxşı. Yəni, onların əhli olmaq, onlarla ünsiyyət qurmaq. Ünsiyyət qursan onların əhlisən. Bunun dərəcələri var. Hamı eyni dərəcədə deyil. Əhl olmağın keyfiyyəti ünsiyyətdə olan bağlılığın şiddətinə və zəifliyindən asılıdır. Şiddətindən və zəifliyindən asılıdır.
Nə mənada? Bəzən vaxtlar pik həddi çatır, bəzi vaxtlar minimuma enir. Məsələn, Allah Rəsulu Salmana deyir ki, əntə minna əhləl beyt. Sən biz əhl-i beytdənsən. O mənada ki, xalatın o əbanın altındakı söhbət getmir. Ümumi anlamda. Sən biz əhl-i beytdənsən. Orada əhl kəlməsi var. Yəni, sən bizi ilə ünsiyyət qura bilmirsən artıq. Sən bizə yaxınlaşa bilmirsən artıq. Sən bizim izimizlə geyirsən. Sən bizim yolumuzla geyirsən. Sən bizi düşünürsən. Sən bizi ilə ömrünü keçirdisən. Əntə minna əhləl beyt. Sən bizə əhl-i beytdənsən. Amma gəldim bir dənə ayə deyirəm sizə. Allah Nuh peyğəmbərə deyir, o oğlun ki var, düzdür oğlundur, leysə min əhlikə. Sən əhlündən deyil. Niyə? Çünki səndən ünsiyyət qura bilməyib. Sənin fikrünlə yaşamır, sənin yoluvu getmir, sənin xəttindən hərəkət eləmir, nübüvvət izi ilə hərəkət eləmir, ona görə sənin əhlün deyil. Fikir verdiniz? Deməli, əhl kəlməsi xüsusi bir kəlmədir. Deməli, yol açıqdır. Yol açıqdır. O necə ola bilər insan olsun? Bir dənə də ayə deyirəm sizə. İbrahim Peyğəmbərdən deyir, fəmən təbiyyəni fəinnəhu minni. Kim mənim tabi olsa, izimlə getsə, fəhuvə minni. İbrahimdir, o məndəndir. Yəni, bizə aiddir. Ya başqa yerdir, innə əvlən nas bi İbrahim ləlləzinə ittəbəuh. İbrahimə ən yaxın olan kəs, o kəsdir ki, onun arxasından gedir. Deməli, bir dənə nəticə aldıq. Ümumi anlamda biz də o nübüvvət evinə yaxınlaşa bilərik. Biz də o nübüvvət evinə vəsl ola bilərik. Bu birisi mənada. Qapı bizə açıqdır. Əgər onların yolu ilə gedə bilsək. İn kuntum tuhibbunallah fəttəbiuni yuhbibkumullah. Allah Quranda buyurur, əgər siz Allahı sevirsinizsə, Peyğəmbərə qulaq olsun, mən özüm sizi sevəcəm. Peyğəmbərin yolu ilə gedin, mən sizi sevəcəm. Başqa yerdə bəşər deyir ki, ya leytəni ittəxəstu mə'r rəsuli səbila. Ey kaş, ey kaş, ey kaş. Neyniyədim? Peyğəmbərin yolu ilə hərəkət edəydim. Vəsl edim özümü o nübüvvət evinə, uzaq oldum. Bugün də bu qədər nəticə aldıq.